Hər kəsə salam dostlar. Bu günlər sizlərlə Araz kurslarının belə bir natural ədədlər mövzusuna aid sınağına baxacağıq. Gəlin birinci sualla başlayaq. Birinci sualda 2-ni 17-yə vurduğumuz zaman bizdə eləyir 34. B hər iki vuruqda olduğu üçün deməli burada da B2 olmalıdır. Çünki B başqa ədəd ola bilməz. 2 vurulsun. 2-ni də 6-ya vuranda bizdə 12 eləyir. Deməli bizdə A-mız 6 imiş. Deməli bizdə A-mız 6 imiş, B-miz 2 imiş, C-mizdəki 17 imiş. Hamısını da topladığımız zaman bizdə eləyir 25. Cavab oldu D variantı 25. Daha sonra keçək ikinci suala. İkinci sualda çıxdaşla biz variantları üzərindən işləyərək tapa bilərik. Deməli ikinci sualımız variantda cüt ədəd olduğuna görə sadə deyil. Çünki cüt ədəd həm 2-yə, həm özünə, həm də başqa bir rəqəmə bölünə bilər, başqa bir cüt ədədə bölünə bilər. A variantı ona görə səhvdir. İkinci sualda A variantını çıxartdıq. B variantında demişik ki, sadə ədəd yalnız özünə və birə bölünməlidir. Burada 7-nin qüvvətləri olduğu üçün bu sadə deyil. Qalır C variantı. C variantında 2 üstü 8 bizdə eləyir 256. 256-ın üstünə də 1 gəldiyimiz zaman eləyir 257. 257 də bizdə sadə ədəddir. Ona görə cavabı C variantı götürürük. Gəlin üçüncü suala baxaq. Üçüncü sualda qüvvət şəklində yazsaq, 22-ni yazsaq 2 vurulsun 11, üstündə 2. 33-ü yazsaq 3 vurulsun 11, üstündə 2. 44-ü yazsaq 4 vurulsun 11, üstündə 2 kimi yazsaq. Burada nə tapmış olaraq biz? Vuruqlara ayıracağıq. Hər birində 11-in kvadratı var. Göründüyü kimi baxın. Burada mötərizənin üzərində olduğu üçün qüvvət hər birinə aiddir. Həm 4-ə aiddir, həm 2-yə, həm 3-ə, həm də 11-ə aiddir. 11-in kvadratını çıxardırıq biz mötərizə xaricinə. Mötərizənin içində qalır 2-nin kvadratı, üstə gəlinsin 3-ün kvadratı, üstə gəlinsin 4-ün kvadratı. Bərabərdir. 11-in kvadratı vurulsun. Mötərizənin içində hesablasaq 4 üstə gəlinsin 9, üstə gəlinsin 16, bizdə eləyir 29. Cavab deməli bizdə A-nın sadə vuruqları ayrılışı nə olacaq? 11-in kvadratı vurulsun 29 şəklində olacaq. Deyir A-nın ən böyük sadə vuruğunu tapın. A-nın ən böyük sadə vuruğu 29-dur. Buradan göründüyü kimi 29 çıxmış olur. 4-də. Hansı ədəd deyir sadədir? 161 4-də. 161 bizdə 7-yə bölünür. Ona görə A variantı səhvdir. 7-yə bölünür. 236 cüt ədəddir. 2-yə bölünür. 108 2-yə bölünür. 207 3-ə bölünür. Qalır cavab bir dənə Y variantı. 127 sadə ədəddir. 5-ci sual deyir hansı təkdir? 5-ci sualda fikir versək, hər üçünün C variantında üstündə 20-ci dərəcədəndir. 3 vurulsun 5 üstü 20 kimi bunu biz yaza bilərik. Bu da bizdə nə eləyir? 15 üstü 20. 15-in də üstündə istənilən dərəcə olursa olsun, sonu yenə nə ilə qutaracaq? 5 ilə qutaracaq. Çünki 5-in istənilən qüvvəti 5 ilə qutarır. O yüzden cavabımız olur C variantı. Digərlərini yoxlamağa dəyməz. 6-cı sual çox maraqlı sual, yoxlada olan bir sualdır. Deməli bu biz 230-u yaza bilərik. 233-ü biz yaza bilərik. 230 üstə gəlinsin 3. 230 üstə gəlinsin 7. 230 üstə gəlinsin 11. Bu şəkildə biz bunu davam etdirə bilərik. Və 230 üstə gəlinsin 27. Gördüyümüz kimi burada 230 təkrarlanır. 230 neçə dəfə təkrarlanır? Deməli 230 burada 7 dəfə təkrarlanır, fikir versək. 3-dən 27-yə kimi 7 dənə ədəd var. 3 artır, 4 artır geçsək. 11-dir, 15-dir, 19-dur. Deməli bizdə 230 ədədi 7 dəfə təkrarlanır. Üstünə də gələcək nəyə? A-na. Çünki fikir versək 3, 7, 11, 27 A ədədi idi bizdə. B bərabərdir
230 vurulsun 7 üstə gəlsin A olacaq. 230-u da 7-yə vuran nə edir? 1610. 1610 üstə gəlsin A şəklində yazacağıq. Burada da cavabımız olur A variantı. Keçək 7-ci suala. Qarşılıqlı sadə ədədlərin ək-obu hasili əbovu 1-ə bərabərdir. Bunu bilirik. A vurulsun B, çıxılsın 1. Bu qayda idi. Cavab B variantı olacaq. Sadə bir sualdır. Ək-obu əbovu vuranda AB eləyir. Yəni 22 vurulsun 15 şəklində biz bunu birbaşa yazacağıq. Burada eləyir 330. Cavabımız olur 330. C variantı. Daha sonra 3 ardıcıl natural ədədin cəmi 66-dır. Deməli 3 dənə natural ədəd var. Birinci natural ədəd, ikinci natural ədəd və üçüncü natural ədəd. Birinci natural ədədi x ilə işarə eləsək, ikincisi olacaq x plus 2, çünki natural ədədlər cüt-cüt artır. Üçüncüsü olacaq x plus 4. Bunların deyir hamısının cəmi 66-dır. Toplasaq bunları 3x üstə gəlinsin 6 bərabərdir 66 olacaq bizdə. 3x bərabərdir 60, x də bərabərdir 20. Deməli, ədədlərimiz olacaq 20, 22 və 24. Bizdən ən kiçiyi soruşduğu üçün A variantı olacaq cavab. Keçək 10-cu sualımıza. 10-cu sualımızda hər tərəfə 5 əlavə eləyək ki, buradakı 4-ün tək qalsın. Hər tərəfə 5 əlavə eləsək, 8 kiçikdir 4-ün kiçikdir 24. İndi hər tərəfi 4-ə bölək, 4-ə ixtisar aparaq. 2 kiçikdir 6 olacaq. 2-dən 6-ya kimi də neçə dənə ədəd var? 3 dənə ədəd var. 3-dür, 4-dür və 5-dir. Cavabımız olur A variantı. Keçək digər suala. Deyir 2 ədədin əbovu 5, ək-obu 75-ə bərabərdir. Bu ədədlərin hasilini tapın. Biz bir ağları bir qayda işlətdik ki, ək-obu əboba vuranda elə AB deməkdir. Yəni ək-ob AB vurulsun əbob AB, bizdə elə A vurulsun B deməkdir. Ona görə də elə 5-i 75-ə vurub biz birbaşa cavabı yaza biləcəyik. 5 yazaq ki yadımızda, 35-in də üstündəki yanında 375. Cavabımız eləyir A variantı. 12-ci sualda. 12-ci sualda da yenə eyni qaydadan istifadə edəcəyik. Əkob AB-ni, yəni 26-nı vuracaq 156-ya, bərabər eləcək nəyə? Digər ədədlərin hasilində. Bu ədədlərdən birini bizə 78 verib, digər ədəddə bilmirik, x qoyaq yerinə. Buradan x-i tapanda biz nə edəcəyik? 26-nı vuracaq 156-ya, böləcək 78-ə. 156 ilə 78 ixtisar gedər. Bizdə 78-in özünə, burada yuxarıda qalır 2. 26-nı da 2-yə vuranda bizdə eləyər 52. Cavabımız olar C variantı. Keçdik 13-cü suala. Əkob əboba vuranda dedik ki, A vurulsun B eləyir. Burada bizdə A-nın yerində bu durur, B-nin yerində də bu durur. Yəni A-nın yerində 2x durur, B-nin yerində də 3x plus 1 durur. 3x plus 1 durur. Bərabər eləyir nəyə? Özü verib ki, 6x-in kvadratı üstə gəlsin, 14-ə bərabər eləyib burada. Deməli, bunu mötərizəni vurub açsaq, 2x-i 3x-ə vuranda olur 6x-in kvadratı üstə gəlsin 2x, bərabərdir 6x-in kvadratı üstə gəlsin 14. Hər iki tərəfdə 6x kvadrat olduğu üçün silah gedir. 2x 14-düzə, bizdə də x-imiz çıxır 7. Bizdən də elə x-i soruşurdu, cavab olur A variantı. Keçək 14-cü suala. Bizə deyir ki, ortaq olan sadə vurğuların hasili 15, ortaq olmayan sadə vurğuların hasili isə 28-dir. Təsəvvür edin, bu A ədədidir, bu da B ədədidir. Bunların ortaq olmayan vurğuların hasilini verməsi çox gözəldir. C-ni bizə verib 28. Ortaq olan vurğuların hasili 15-dir. Yəni A-nın da 15 vurğu var, B-nin də 15 vurğu var. Və hər ikisində ortaq olmayan sadə vurğuların hasili isə 28-ə bərabərdir. Demək ki, biz 15 vurulsun 28, vurulsun 15 yazsaq, A vurulsun B-ni tapmış olacaq. Bununla bu ədədlərin hasilini tapmış olacaq. Çünki 15 vurğu hər ikisində var. Deməli, 14-cü sualımızdadır. Bunlar da bir-birinə vuranda eləyir bizdə 6300. Cavabımız olur Y variantı. 15-ci sualda deyir, natural bölənlərinin sayını tapın. Natural bölənlərin sayını tapmaq üçün əvvəlcə biz bunu sadə vurğularına ayırmalıyıq. 100, 1260-ı ayıraq sadə vurğularına böləndə 2 dəfə düşür.
630 2 dəfə düşür. 315 3 dəfə düşür. 105 3 dəfə düşür. 35 5 dəfə düşür. 7 7. Bu da 1. Deməli 1260 bərabərdir. 2 üstü 2 vurulsun 3 üstü 2 vurulsun 5 vurulsun 7. Vurulsun 7. Natural bölənlərin də say düsturunda biz bilirik ki, qüvvətləri bir vahid artırıb vururuq. 2-ni bir vahid artıranda eləyir 3 vurulsun. 2-ni bir vahid artıranda yenə 3 vurulsun. Bunların da qüvvətlər hərəsi 1-dir. 2 vurulsun 2 kimi olacaq. Buradan da cavabımız bizdə olacaq 36. 9 vurulsun 4 36. Cavabımız olur A variantı. Getdik 16-cı suala. 16-cı sualda bunların addımları həm deməli nə edirik? Bunlarda addımların üst-üstə düşməsi o deməkdir ki, yəni orta məsafə qət ediblər. Əkop tapacağıq bunları. Əkop 65 ilə 55-i tapacağıq. 65 ilə 55-i əkop bizdə eləyir. Deməli 65 bizdə 5 vurulsun 13 deməkdir. 55 bizdə 5 vurulsun 13 11 deməkdir. Deməli əkop tapanda 5 vurulsun 11 vurulsun 13 hesablanacaq. Bu da eləyir bizdə. Deməli 13-ü 705 eləyir, səhv eləmirəmsə 705. Aha 705 eləyir. 705 santimetr fikir verin ha. Amma bizə deyir ki 286 metr yolu. 286 metri biz çevirək santimetrə. Bilirik 2 metr santimetrə çevirəndə 100-ə vururuq. 286 dalına 2 dənə 0 əlavə eləyirik santimetr. Yol uzunluğu var. 705 metrdən 1, hər 705 metrdən 1 bunlar ortaq yol tutdular. Bu da eləyir 40 tam, təqribən 40 tam, onda neçəsə eləyir. Yəni 40 dəfə bunlar üst-üstə düşəcəklər. Cavab olur B variantı. Getdik 17-ci suala. 17-ci suala cavab birbaşa Y-dir. Bir görünür, aydın görünür. Qarşılıqlı sadə ədədlər odur ki, ortaq vuruq olmasın. A-da ortaq vuruq 2-dir, B-də ortaq vuruq 3-dür, C-də ortaq vuruq 2-dir, D-də ortaq vuruq 7-dir. 18-ci sualda N deyir həmişə natural 18-ci sualda deyir ki, natural ədədlər hansı həmişə cütdür. N-in yerinə ədəd qoyacaq. N-in yerinə bir dəfə 1 qoyacaq, bir dəfə də 2 qoyacaq, hesablayacaq. Deməli, burada da cavabımız D variantıdır. Bir-bir yoxlamağa gərək yoxdur. İstəsəz yerinə qoyub yoxlaya da bilərsiniz. Cavab burada D variantıdır. Keçək 19-cu sualda. 19-cu sualda bilirik ki, 4-ə bölünmə əlaməti son 2 rəqəmini götürürük. 53-ün son 2 rəqəmi 5453-ün son 2 rəqəmi 53 olduğu üçün 53-ü götürürük. 53-ü 4-ə böləndə qalıqda 1 qalır. 309-un son 2 rəqəmi 9 olduğu üçün, 09 olduğu üçün 9-u 4-ə böləndə eləyir, yenə qalıq 1 qalır. Ortada toplama əməli olduğu üçün 2. Topladıq 2. 2-ni də 4-ə böləndə qalıq elə 2-nin özü olur. Cavabımız olur A variantı. Keçək 20-ci sonuncu sualımıza. A plus 2 ədədi cütdürsə, aşağıdakılardan hansı təkdir? A plus 2-nin cüt olması üçün A ədədi özü cüt olmalıdır. Yəni, məsələn, A-mız olsun 2. Tutaq ki, 2. 2-nin kvadratı eləyir 4. 2-nin kubu eləyir 8. 2-nin kvadratının üstünə 1 gələndə eləyir 5. 2-nin kubunun üstünə 2 gələndə eləyir 11. 10, daha doğrusu 8-in üstünə 2 gələndə 10. Bu da 2. Bizə deyir hansı təkdir? Gördüyünüz kimi bir dənə C variantı təkdir. Cavab olur C variantı. Bu qədər hələlik, növbəti sınaq izahlarımızda görüşənədək.